Salamlayıram dostum səni yenə. Artıq son zamanlardır trendə çevrilmiş Reason kartı var. Hər bir kəs demək olar ki, bu kartdan əldə eləyir və məncə sən də əldə etsən də yaxşı olar. Bu kartdan mən bu günləri nəqləşdirmələr etdim və gəlin baxaq görək hansı komissiyalarla üzləşdim. Bütün necə qeydiyyat keçmək lazımdır, referral kod, zad hamısı mənim kanalımda var. Kanala keçid elə. Bu çox asan bir şeydir və baxış keçirt ki, nə var, nə yox. İndi isə Reason kart üzrə tranzaksiyalar göstərirəm. Gördüyünüz kimi mən artıq 1, 2, 3 dənə çıxarış etmişəm. Yəni 3 dəfə çıxarış etmişəm və birincidə mən 50 AZN çıxarış etmişəm. Daha sonra 150 AZN çıxarış etmişəm. Daha sonra 200 AZN çıxarış etmişəm. Gəlin indi baxaq görək komissiyalar burada nə qədərdir. İlk növbədə gəlin baxaq görək bizim birinci tranzaksiyamızın komissiyası nə qədərdir. Deməli bunun üçün biz 50-ni deməli bölürük, bölmə işarəsi bölürük 29.71-ə. Və biz belə çıxır ki 1.68 ilə 50 manat çıxarmış oluruq. Həmçinin ikinci tranzaksiyamıza baxış keçirdirik. 1.68 2-dir. İkinci tranzaksiyamıza baxış keçirdirik. 150-ni bölürük 89.14-ə və beləliklə 1.68 2-dir həmçinin. Və biz üçüncü çıxarışımızı da həmçinin hesablayırıq. Baxırıq 118, daha doğrusu yox, AZN sayı 200 AZN-i bölürük 118.85 və beləliklə 1.68 demək olar ki 2. Və demək olar ki bütün bu çıxarışlarda zaten 50 manatda, 150 manatda, 200 manatda eyni şeydir. 1.68-dən başa gəlir. Bu təbii ki PKP kursundan da daha sərfəlidir deyərdim. PKP-də 1.67-dir, 1.66 da olur bəzən. Hətta biraz problem də yaşaya bilirsən. Ona görə də məhz bu kartda mənə gəlir ki artıq problem yaşamırsan və düzdür. Müəyyən qədər az məbləğ çıxarmaq olur. Daha sonra görürsünüz uğursuz oldu. Çıxarış eləyə bilmədim. Bilmirəm bu kartın hansısa bir belə deyək də qadağasıdır və yaxud limitidir. Yoxsa bu Kapital Bankda olan bir limitlərdən biridir. Xatırladıram ki, mən Kapital Bankın ən yeni terminallarından istifadə elədim. Çünki o terminallar həqiqətən də heç bir problemsiz xarici kartları, xarici bank kartını görə bilir və siz nəqləşdirmə edə bilirsiniz. Həmçində hansısa bir Bravo Marketdən hansısa bir nəsə almaq zamanında həmçində komissiya baxa bilərik. Xırda məbləğlərdə bilməm nə qədərdir, amma burada 1.68 sayılır. Amma biraz böyük məbləğlərdə 1.68 2-yə gəlib çıxır o da. Hətta 1.69 da gələn vaxtları olur. Yəni yoxlaya bilərsiniz, istifadə eləyib. Mənə gəlir ki, sərfəlidir. USDT-ni bura doldurub hansı əməliyyatlar eləmək, çıxarış eləmək, nəsə alıb satmaq, yəni belə deyək, marketdən nəsə almaq falan sərf eləyir. Həmçində mən hətta kommunallarda SmartPay saytı vasitəsilə də kommunal ödənişlərdə mən burada eləyə bildim. Hansılar ki, siz də təbii ki, eləyə bilərsiniz, istifadə eləyə bilərsiniz. Bütün bu kartı açmaq lazımdır. Burada hamısı bütün endirim kodları falan peşməkan hamısı kanalımda var. Keçid eləyib kanala baxa bilərsiniz. Həmçinin bu videonun altında da bütün referral kod və endirim kodunu verirəm ki, siz də endirimlər əldə edə bilərsiniz, müəyyən kuponlar əldə edə bilərsiniz və hətta siz Emerald planı da, əgər siz kartı açırsınızsa və hansısa 2 gün ərzində balansını doldurmasanız, Emerald plan sizə endirimlə, zaten birinci gün sizə endirimlə təklif olunacaq 3 aylığı $10 və yaxud bir neçə gündən sonra hətta sizə bu planı pulsuz təklif eləyəcəklər. Pulsuz təklif eləyəndə təbii ki, balansı doldurub işlədə bilərsiniz, işlətməyə başlaya bilərsiniz. Belə dostlar, belə bir maraqlı bir növ desək fişka da var, ona görə də istifadə edin həmin fişkadan. Belə dostlar, sağ olun, ümid edirəm video xoşunuza gəldi. Like eləyib öz fikirlərinizi yazmağı unutmayın.